Salam uşaqlar, bugünkü mövzumuz olacaq kökaltı ifadələr. Kökaltı ifadələr. Kökaltı ifadələr mövzusunu öyrənmək üçün birinci növbədə biz onun şərtlərini, qaydalarını bilməliyik. Kökün altında ədədin kvadratı yerləşir. Məsəl üçün yazıram kökün altında 9. Kök altında 9, yəni 9 nəyin kvadratıdır? 3-ün. Kökün altında yazıram 16. 16 nəyin kvadratıdır? 4-ün. Mən indi şərtlərindən, qaydalarından demək istəyirəm sizə. Deyirəm ki, məsəl üçün kökün altında A. Bilirik ki, burada A istənilən bir ədəddir. Yəni A heç vaxt kökün altı mənfi ola bilməz. Çünki hər bir ədədin kvadratı müsbət ədəddir. Məsəl üçün yazıram ki, 4-ün kvadratı 16 eləyir. Mənfi 4-ün də kvadratı müsbət 16 eləyir. Çünki mənfi 4-ü mənfi 4-ə vuranda müsbət 16 eləyir. Ona görə də kökün altındakı ədəd həmişə müsbət olur. Yəni kökün altında A olarsa, A həmişə sıfırdan böyük bərabər olmalıdır. Məsəl üçün, indi yazıram ki, kökün altında mənfi A. Demək, kökün altında mənfi ədəd dedi ki, ola bilməz. Ona görə də bu boş çoxluqdur. Yazıram kökün altında A-nın kvadratı, birinci hal, belə yazıram. İkinci halda yazıram kökün altında A kökün kvadratı. Üçüncü halda yazıram kökün altında mənfi A-nın kvadratı. Yəni bunların hamısının fərqini indi deyəcəm sizə. Dördüncü halda yazıram kökün altında mənfi A kvadratı, kökün kvadratı. İndi bunların hamısının mənasını deyəcəm sizə. Demək, kökün altında A kvadratında, yəni ki, ədədin kvadratı, onsuz da müsbət ədəddir A burada, müsbət ədədin də kvadratı, onsuz da elə müsbət eləyir. Ona görə də elə buradan çıxır A. Yəni, nəyin kvadratı A-dır? Elə A-nın. Burada amma kvadrat kökün xaricindədir. Kökün xaricindədirsə, yenə də elə həmin qayda ilə, yəni kökün altındakı ədəd özü çıxır. Yəni kvadrat kökü aparır, loru dildə desək, A çıxır. Burada da kvadrat əslində kökü aparır. Yəni nəyin kvadratı A-dır? Loru dildə desək, deyirik ki, kvadrat kökü aparır. Amma burada ifadə modulda çıxır. Yəni ki, burada bizə şərt verilə bilər. Bəzi misallarda tutaq ki, belə bir şərt verilir. Deyir ki, A kiçikdir 0. Yəni, A mənfi olarsa, kökdən, demək, modulda ifadədən artıq çıxacaq mənfi A. Yəni, A kiçikdir 0 şərti verib bizə axı. Əgər A böyükdür şərti 0 böyükdür, A böyükdür 0 yəni şərti verərsə, onda ifadəmiz elə müsbət A çıxar. Amma burada bizə şərt verilməməlidir. Çünki kvadrat kökün xaricindədir. Kvadrat kökün daxilində olanda demək şərt verilməlidir bizə. Verilməyibsə elə müsbət A çıxacaq. Verilibsə mənfi, verilibsə mənfi A çıxacaq, müsbət verilibsə müsbət A çıxacaq. İndi gəldik bura. Burada mənfi A kvadratı. Mənfi A mötərizədə deyilsə, demək kvadrat işarəsi, yəni kvadrat qüvvət daha doğrusu mənfiyə aid deyil. Onda hələ cavab mənfi A kvadratıdır. Bu, boş çoxluqdur. Boş çoxluq. Çünki mənfi ədəd mötərizədə deyil. Onda demək, belə bir şey deyim sizə. Tutaq ki, mənfi A-nın kvadratı, elə cavab mənfi A kvadratıdır. Amma mənfi A-nın kvadratı mötərizədə olarsa mənfi A, onda demək cavab müsbət A kvadratıdır. Yəni mötərizə o deməkdir ki, yəni kvadrat mənfiyə də aiddir. Mənfi A vur mənfi A deməkdir bu. Amma burada isə mənfi A vur A deməkdir. İndi gəldik bura. İndi burada da dedik ki, loru dildə desək kvadrat kökü aparır. İçində nə var? O çıxır. Buradan isə mənfi A çıxa bilər. Aha, bunlara diqqət yetirin. 5-ci halda belə yaza bilərəm. Məsəl üçün yazıram ki, mənfi A-nın kvadratı, mənfi A bu dəfə mötərizədədir. Mötərizədədirsə, onda demək mənfi ədədin kvadratı müsbət eləyir. Ona görə yenə də bu cüt qüvvətdirsə, modulda çıxır və moduldan da müsbət A çıxır. Yəni, belə yaza bilərik. İndi keçək kökaltı ifadələrin vurğun kökaltıya salınması və xaricə çıxarılmasına.
vuruğun kökün xaricinə çıxarılması. Kökün xaricinə çıxarılması. İndi bunu izah edək. Xaricinə çıxarılması. Bircə onu deyim sizə ki, yəni kökaltı ifadələri bilmək üçün mütləq qüvvətləri, ədədlərin qüvvətlərini əzbər bilməlisiniz. Yəni ki, ədədlərin qüvvətlərini əzbərləməlisiniz ki, yəni kökün altında ədədi görən kimi onu başa düşməlisiniz ki, siz hansı vuruqlara ayıra bilərsiniz ki, kökdən ədəd çıxsın. Sonra bu nəyin kvadratıdır, neçənin kvadratıdır. Yəni bunları qüvvətləri gərək əzbər biləsiniz ki, siz bu misalları həll edə biləsiniz. İndi kökün xarici çıxarılmasını izah edirəm. Demək, yazıram ki, məsəl üçün kökün altında 12. Kökün altında 12-dən biz görürük ki, heç nə çıxmır. Heç nə çıxmırsa, onda buna həm də deyəcəyik irrasional ədəd, irrasionaldır. Yəni ki, bu ifadə ədəd irrasionaldır. Çünki kökün altından heç bir ədəd çıxmazsa, buna irrasional ədəd deyəcəyik. İndi kökün altında 12-ni biz necə vuruqlara ayıraq? Elə bir vuruğa ayırmalısınız ki, vuruqlardan biri hansısa ədədin kvadratı olsun. Məsəl üçün, 12-ni siz deyə bilərsiniz 6 vur 2, bir də 4 vur 3. 6 vur 2 deyirsən ki, kök altında 6 vur 2 məsəl üçün yazsama, əgər 6-dan nə çıxır, 2-dən nə çıxır kökdən? Heç nə çıxmır. Amma 4 vur 3 kimi yazsam, 4-dən 2 çıxar, 3 qalar kökün altında. 3-dən heç nə çıxmadı. Yəni 2 çıxdı. Bu vuruq adlanır. Vuruqla kök işarəsinin arasında vur işarəsi var, əslində yazılmır. 2 kökdə 3. Məsəl üçün yazıram, kökün altında 50. 50-ni necə vuruqlara ayırırıq? 50-ni yaza bilərik, 25 vurulsun 2. 25 çünki deyirik 25 5-in kvadratıdır. 2 isə heç nəyin kvadratı deyil. Onda 25-dən 5 çıxar kökün altından, 2-dən heç nə çıxmaz. 2 qalar kökün altında. Kim çətinlik çəkirsə vuruqlara ayırmada, gedib onu sadə vuruqlara ayıra bilər. Məsəl üçün, mən 50-ni sadə vuruqlara ayırıram. Kim əgər düşünə bilmirsə ki, bu 25 vur 2-dir, onda sadə vuruqlara ayırsın. 50-ni 2-yə bölərik. 25, 25 5-ə bölünər. 5, 5 5-ə bölünər 1. Onda bunu yaza bilərəm ki, kökün altında 50 bərabərdir. Kökün altında bu vuruqları bir-bir yazaram bura. 2 vur 5 vur 5. Kökün altında 2 eyni ədəd varsa, onlardan biri kökdən çıxar. Çünki 5 vur 5 onsuz da 25 eləyir, 25-dən də 5 çıxır. Elə ondansa vurmayın bir-birinə. Elə 2 dənə eyni ədəd gördünüzsə, deyirsiniz ki, ikisindən biri çıxır kökdən. Biri isə qalır kökdə. Yəni biri deyəndə ki, yəni təkdirsə, tək saydadırsa, təbii ki, kökdə qalır 2-dən, çünki heç nə çıxmır. Oldu 5 kökdə 2 yenə də. Yəni sadə vuruqlara ayırmaqla yaza bilərsiniz. Məsəl üçün, bir də belə bir tutaq ki, misal yazım. Yazıram ki, 90 vurulsun, olsun, məsəl üçün, 40. 90 vur 40. Bunu necə kökdən çıxarda bilərəm? Yazıram ki, 90, deyirəm ki, kaş bu 9 olaydı, 9 olsaydı 3 çıxardı. Onda mən bunu yazaram ki, 9 vur 10. 40-ı da 4 vur 10 yazsam, 4-dən 2 çıxar da, düzdürmü? Demək, onda 9-dan baxın, çıxdı indi 3, 4-dən çıxdı 2, 2 dənə eyni ədəd dedik, gördüksə kökün altında ikisindən biri çıxır. Onlardan da 2 dənə ondan da çıxdı 1 dənə on. Oldu 6 vur 10, 60. Belə yaza bilərik. İndi vuruğu kök işarəsinin xaricinə, daxilinə salınması. Vuruğun kök işarəsi daxilinə, kök işarəsi, kökün daxilinə belə də yaza bilərdim. Daxilinə salınması. İndi baxaq buna. Həmin bu hissə elə bil ki, bunun əksidir. Məsəl üçün, indi tutaq ki, burada 5 kökdə 2 yox idi. Məsəl üçün, indi yazıram ki, 5 kökdə 2. 5 kökdə 2. İndi vuruq budur. Bu vuruğu kökün altına salmaq üçün
Qüvvətə yüksəldib salmalıyam. Kvadrata yüksəldirəm, salıram. Çünki kökün altında ədədin kvadratı yerləşirdi də. İndi qüvvətə yüksəltdim. 5-in kvadratı 25, 25 vurulsun 2 eləyəcək kökdə 50. Bu da vuruğun kökün xaricinə, daha doğrusu kökün daxilinə salınması. Məsəl üçün, belə yazıram, 0,1 kökün altında 0,6, biraz mürəkkəbi, məsəl üçün. Bu olacaq kökün altında 0,1-in kvadratı vurulsun 0,6. 0,1-in kvadratı eləyəcək 0,100-də 1 vur 0,6. 0,100-də 1 də 0,6-ya vuranda olacaq 0,1000-də 6. 0,1000-də 6. İndi isə keçək kökaltı ifadələrin vurulması və bölünməsinə. Kökaltı ifadələri bir-birinə vurmaq üçün vuranda eyni kökün altında yaza bilərik. Məsəl üçün yazıram ki, kökün altında 12 vurulsun kökün altında 3. Eyni kökün altında yaza bilərik. Yazıram kökün altında 12 vurulsun 3 bərabərdir kökün altında 36. Bu da bərabərdir 6. Məsəl üçün yaza bilərəm ki, kökün altında 24 vurulsun 6 vurulsun kökün altında 36 vurulsun tutaq ki 8. Yenə də bunları vurmaq üçün eyni kökün altında yazıram. 24 vur 6 vur 36 vur 8 bərabərdir. İndi 24'ü vuruqlara təbii ki ayıracağım. 24'ü yaza bilərəm. Burada 1 6 görürəm. 1 6 görürəmsə elə mənə də 24'ü 4 vur 6 kimi ayırmaq daha səmərəli olur. Yəni 2 dənə 6 yaranacaq kökün altında, 2 dənədən də 1'i çıxacaq. 36'dan onsuz da 6 çıxacaq, onu ayırmayacağım. 8'i də ayıracağım. 4 vurulsun 2 bərabərdir. İndi bunu yaza bilərəm. 4'dən 2 çıxacaq. 2. 36'dan 6 çıxır. Sonra 2 dənə 6, 4 vur 6. Bu 6 yadımdan çıxdı. Unuttum, üzrlü sayın. Bu 6'nı da yerləşdirirəm bura. 2 dənə 6'dan 1 6 çıxdı. Bu 36'dan da 1 6 çıxdı. 4'dən 2 çıxdı. Bu 2 qaldı kökün altında. Bərabərdir. 2 vur 6 12. 12 vur 6 72. 72 vur 2 144. 144 kökdə 2 elədi cavab. İndi bu kökaltı ifadələrin vurulması, indi də bölünməsinə aid misal yazaq. Məsəl üçün yazıram ki, kökün altında tutaq 14 bölünsün kökün altında 2. Eyni kökün altında yaza bilərəm. 14 bölünsün 2 bərabərdir kökün altında 7. Və yaxud da yazıram kökün altında tutaq ki 0,12 bölünsün 0,3. Bunu ayrı-ayrı da yaza bilərsiniz. Kökün altında 0,12 böl 0,3. Hal-hazırda elə bizə belə sərf eləyirdi. Hər birinin fərqi yoxdur. Hər birini mən bunların 100'ə vuraram. Yəni səmərəli yoldan istifadə eləyərəm. 100'ə vuranda vergül 2 vahid sürüşür. Oldu 30'da 12. Kökün altında 30'da 12'ni hər birini 6'ya ixtisar edərəm. Qalar kökün altında 2, burada da 5 oldu kökdə 5'də 2 və yaxud da kökdə 0,4 onluq kəsirlə də yaza bilərik. İndi isə kökaltı ifadələrin toplanması və çıxılmasına izah edim. Kökaltı ifadələri toplayıb çıxmaq üçün kökün altındakı ifadələr, kökün altılı ifadələr eyni olmalıdır. Məsəl üçün yazıram ki, kökün altında tutaq ki 3 kökün altında 12 çıxılsın 2 kökün altında 12. 3 kökün altında 12'dən 2 kökün altında 12'ni çıxanda eləyər 1 kökün altında 12. Bu da yazılmaz. 12'ni də sonra istəsəz vuruqlara ayıra bilərsiniz. Yəni cavabı belə saxlaya bilərsiniz. Məsəl üçün yazıram 6 kökün altında 0,1,
üstə gəlinsin 7 kökün altında sırtam onda 1. Köklərin altı eynidirsə, mən qarşıdakı ədədləri toplaya bilərəm. 13 kökün altında sırtam onda 1. Belə yaza bilərəm. Bunu da çevirə bilərəm. Tutaq ki, belə yaza bilərəm. Görərsiniz ki, məsəl üçün test edirsiniz, testdə belə cavab yoxdur. Yoxdursa, onda bunu gedirsiniz, kəsirlə yazırsınız. Sırtam onda 1-i və buradan 1-dən 1 çıxır. Olur 13. Bu da vurmada axı. Vurulanda da ədəd kəsin surətinə vurulur. 13 vur 1. Amma kökdə 10-dan heç nə çıxmır, 10 qalır kökdə. 1-dən 1 çıxdı, ondan heç nə çıxmadı. Oldu 13 böl kökdə 10. Sonra da irrasionaldan azad etmə, izah eləyəndən sonra bunu da irrasionaldan azad eləyəcəksiniz. Hələ ki, izah eləməmişəm deyə demirəm. Demək, kökaltı ifadələri toplamaq üçün, çıxmaq üçün nə etmək lazımdır? Köklərin altını eyni eləmək lazımdır. Bunlar hazır eyni idi deyə sadə şəkildə topladıq, çıxdıq. Amma indi eyni olmasa əgər, məsəl üçün yazıram. Kökün altında 12, üstə gəlinsin, kökün altında 27. İndi bunları toplamaq olmaz. Bunları toplamaq üçün biz bunları vuruqlara ayırmalıyıq. Bayaqki kimi, yəni kökün xaricə çıxarılmasını keçdik. Vuruğun kökün xaricə çıxarılması eyni həmin şəkildə eləyəcək. Vuruğu kökün xaricinə çıxaracağıq. Buna da 9 vur 3 yaza bilərik. Çünki 9-dan 3 çıxar. Bizə sərfəli olar. 4-dən 2 çıxdı. Kökün altında 3 qaldı. 9-dan 3 çıxdı. Kökün altında 3 qaldı. Köklərin altı görürsünüz eyni oldu. Köklərin altı eyni oldusa qarşıdakı vuruqları toplaya bilərik. Olar 5 kökün altında 3. İndi birində yazıram. Tutaq ki, çıxmaya aid yazaq. 5 kökün altında məsəl üçün 18. Üstə gəlinsin 2 kökün altında 50. Çıxmaya aid dedim, qoy çıxaq. 2 kökün altında 50. Gedirəm 18, 5 qalır, 5 vuruqdur. Gedirəm 18-i vuruqlara ayırıram, 9 vur 2 çıxılsın, 2 vurulsun, kökün altında 50-ni də ayırıram, 25 vur 2. Bu da bərabərdir. 9-dan çıxır 3, 3 çıxır, vurulur, baxın, bax buna, olur 5 vur 3, 15 kökün altında 2 çıxılsın, 25-dən çıxır 5, 2 vurulur 5-ə, olur 10 kökdə 2. Bu da bərabərdir. 15-dən 10-u çıxıram. 5 kökdə 2. Yəni köklərin altı eyniləşdi. Köklərin altı eyni olmasa onları toplayıb çıxmaq olmaz. İndi gəldik irrasionallıqdan azad etməyə. İrrasionallıqdan azad etmə. İrrasionaldan azad etmək üçün nə etmək lazımdır? Ümumiyyətlə, bu nə deməkdir? Yəni, kökün məxrəcdə kök işarəsi qalmasın. Belə deyil, loru dildə. Məsəl üçün, yazıram ki, 1 böl kökdə 2. Burada məxrəcdə kök var, düzdürmü? Yəni, biz onu elə bir məxrəci, elə bir ifadəyə, elə bir ədədə vuraq ki, məxrəcdə kök qalmasın. Kök altında 2-ni, elə kök altında 2-yə vuranda, kök altında 4 eləyər, 4-dən də 2 çıxar. Demək, məxrəcdə kök qalmaz. Onda məxrəci nəyə vurduqsa, surəti də onu vurmalıyıq. Kəsirin əsas xassəsinə görə məxrəci nəyə vurduq, surəti də ona vururuq. Kök altında 2-ni kök altında 2-yə vuranda, belə də deyə bilərik, kök altında 2-nin kvadratı eləyir. Biri də kökün altında 2-yə vuranda kök altında 2 eləyir. Burada da kvadrat kökü aparır, qalır 2. Burada da kökün altında 2. İrrasionallıqdan azad etdik. Məsəl üçün, indi yazıram, tutaq ki, 3 bölünsün 2 kökün altında 5. İndi kökün altında 5-i, yəni 2-yə baxmırıq, 2 onsuz da burada köksüzdür, kökdə yazılmayıb. Kökdən azad etmək üçün kök altında 5-ə yenə vurmalıyam. Onda surəti nəyə vurdum? Məxrəci nəyə vurdum? Surəti də ona vururam. 2 vuruqdur, qalır. Kökdə 5-i kökdə 5-ə vuraram, eləyər elə kökdə 5-in kvadratı. Kökdə 5-in kvadratı da kvadrat kökü aparar, 5 çıxar. Burada da 3 kökdə 5. Oldu 3 kökdə 5 bölünsün 10. Bunu belə də yaza bilərsiniz.
Qabağı elə bil 10'da 3'dür də tam hissə. Düzdür? 10'da 3. 10'da 3'dürsə 0 tam 10'da 3 kökdə 5 belə də yaza bilərik. İndi bir də belə bir irrasionaldan azad etmə, belə bir ifadə düşə bilər məsəl üçün sizə. Burada olsun tutaq ki 5, burada da olsun kökdə 7 çıxılsın kökdə 2. İndi bunu irrasionaldan azad etmək üçün belə ifadələrdə bunun qoşmasına vurulur. Qoşması, yəni həmin ifadənin müsbəti kökdə 7 üstə gəl, kökdə 2. Amma yenə məxrəci nəyə vurduqsa, surəti də ona vururuq. Bu da bərabərdir. Kökdə 7-ni kökdə 7-yə vuranda eləyəcək 7. Kökdə 2-ni kökdə 2-yə vuranda eləyəcək 2. Bunu da əvvəlki dərslərdə keçirilib kök altılardan qabaq. Müxtəsər vurma düsturu. A çıx B, vur A üstə gəl B. Burada vurdu yazılmır. Burada A-nı A-ya vurursunuz, B-ni B-yə. Yəni mörtəzəni bir-bir vurub açmağa bu ifadələrdə ehtiyac yoxdur. 7 çıx 2. Burada da 5 vur, kökdə 7 üstə gəl, kökdə 2 idi. 7-dən 2 çıxanda 5 eləyər. 5 də 5 ilə ixtisar gedər, qalar ifadə kökdə 7 üstə gəl, kökdə 2. Bu da kökaltı ifadələrin irrasionallıqdan azad edilməsi. İndi n-ci dərəcədən kök hissəsini, yəni dərsin hissəsini izah edim. Onsuz da elə n-ci dərəcədən keçirdik. Yəni ki, bayaqdan izah edirdim. Sadəcə 2-ci dərəcədən idi də. İndi isə böyük qüvvətlərdən olanları da izah eləyək. Məsəl üçün, biz yazırıq ki, kökün altında 9. Kökün altında 9 niçin 3 çıxırdı? Çünki burada əslində ədəd var. 2-ci dərəcədəndir kök. O yazılmır sadəcə. Yəni, 2-ci dərəcədən 9, 9-u 3-ün kvadratı kimi yaza bilərik və içəridəki qüvvəti çöldəkinə bölüb çıxardırıq. Əslində, bax, misal belədir. 2 bölü 2 1 eləyir, bu da 3-ə bərabər olur. Yəni, əslində, belə yazılmalıdır. Yəni, mən bunu düstur şəklində sizin üçün yazıram. Məsəl üçün, n-ci dərəcədən A üstü M bərabərdir A-nın üstü M böl N. Yəni, içəridəki qüvvət çöldəkinə bölünür, çıxır. M böl N. Bunu düstur kimi, qayda kimi özü üçün yazıb qeyd edin. Sonra, məsəl üçün, indi yazıram ki, tutaq kökün altında olsun 32 4-cü dərəcədən. Mən bunu yazmaq üçün necə yazıram? 4-cü dərəcədəndirsə, demək bu dərəcə o deməkdir ki, yəni neçənin üstü 32 eləyir. 4-cü dərəcədən 32-ni tapmaq üçün mən 32-ni özündə qüvvət şəklində yazmalıyam. 32 əslində 2 üstü 5-dir. Yəni qüvvətləri dedim, dərsin əvvəlində qeyd edelim ki, əzbər bilməlisiniz bu mövzunu yazmaq üçün. Onda 2 üstü 5-i mən 2 üstü 4 vurulsun 2 üstü 1. Bu formada yaza bilərəm, düzdür? Əslində biri yazmamalısınız. Sadəcə bunu yazıram ki, yəni başa düşəsiniz dərindən. Yəni əsaslar eynidirsə, vurulanda qüvvətlər toplanılır. Bunu bilirik. Ona görə də biz 5-i bu formada yaza bilərik ki, bu düsturu tətbiq edə bilək. İndi 2 üstü 4. 4 4-ə bölünür. 2 çıxır buradan. Amma 2 1 4-ə bölünmədiyi üçün bu 2 4-cü dərəcədən kökün altında elə qalır. Cavab olur 2 kökün altında 4-cü dərəcədən 2. Məsəl üçün yazıram indi. 4-cü dərəcədən tutaq ki, olsun 16. 16 deyirik neçənin üstü 4 16 eləyir. 2-nin üstü 4 16 eləyir. Buradan da 2-nin üstü 4 böl 4 bərabərdir. Elə 2 üstü 1, o da 2-yə. Məsəl üçün yazıram 3-ün üstü 162. Əgər belə yazılıbsa ifadə, onda mən bunu belə yaza bilərəm. 3-ün üstü 162-ni əgər tutaq ki, bilmirsiniz. Məsəl üçün tapa bilmirsiniz ki, görürsən 162-ni necə vuruqlara ayırsaz 3-cü dərəcədən bir vuruğunu tapmış olarsınız. Gedirsiniz bir kənarda 162-ni sadə vuruqlara ayırırsınız. 162 2 bölünür 81. 81 3-ə bölünür
27. 27 3'e bölünür 9, 3'e bölünür 3, 3 3'e bölünür 1. Bir dənə 2 var, 4 dənə 3. Hamısını yazırsınız bura. Yazdınız. Üçüncü dərəcədən sizə demək 3 dənəsi lazımdır sizə. Bu 3 dənəsindən bir dənəsi çıxır kökdən. Amma bunlardan heç nə 3-cü dərəcədən çıxmır deyə 2 vur 3 6 3-cü dərəcədən qalır kökün altında. Yəni cavab belə olur. 162-ni əslində elə siz 27 vurulsun 6 kimi yaza bilərdiniz. 27-dən 3-cü dərəcədən 3 çıxardı, 6 qalardı. Məsəl üçün baxın, 27-dən 3-cü dərəcədən nə çıxır? 27 3-ün kubudur deyə 3 böl 3 elə 3 çıxır. Mənfi ədədlərdən də yaza bilərsiniz. Məsəl üçün mənfi tutaq yazıram, mənfi 27 yazıram. 3-cü dərəcədən. Mənfi 27 mənfi 3-ün kubudur. Deyərsiniz ki, kökün altında mənfi ola bilməz. Xeyr, 3-cü dərəcədən tək qüvvətdən mənfi ola bilər. Demək, buradan cavab çıxacaq elə mənfi 3. İndi bir də bunu deyim sizə. Əgər 3-cü dərəcə, 4-cü dərəcə, yəni n-ci dərəcəni keçdiksə, onda demək belə deyim. Biz keçdik bayaqları ki, dedik ki, a kvadratından modulda a çıxır. Amma 3-cü dərəcə olduqda, məsəl üçün və yaxud da tək qüvvət olduqda, belə deyim də, burada 3-cü dərəcə, burada tutaq ki 9-dursa, burada a üstü 9 böl 3, a üstü 3 çıxır. Amma burada qüvvət içəridədir, amma modulda çıxmayacaq. Çünki tək qüvvətdir. Tək qüvvət olanda modulsuz çıxacaq, cüt qüvvət olanda modulda çıxacaq. Məsəl üçün belə bir misal yazıram. Yazıram kökün altında a kvadratı, üstə gəlinsin kökün altında a kubu 3-cü dərəcədən bərabərdir. Bir də bizə şərt verib, məsəl üçün ki, a kiçikdir 0. Əgər bu şərti verib, onda belə yazıram. Kvadrat kökü apardı, modulda a çıxdı. Tək qüvvət olduğu üçün modulsuz çıxdı. A kiçikdir 0 şərti modulda olan ifadəyə aiddir. Modulsuza yox. Modulda olandan çıxacaq onda mənfi a daxil. Mənfi a üstə gəlinsin a. Eləcək 0. Yəni, burada görürsünüz, mənfini qoymadıq yerinə. Amma burada qoyduq. İndi böyük dərəcələrdən olanları bir də belə bir izah edeyim. Məsəl üçün, 3-cü dərəcədən, bir də burada tutaq ki, 4-cü dərəcədən a. Yəni, tutaq ki, sizə belə bir ifadə verilib. Belə bir ifadə verilibsə, buradakı qüvvət, buradakı qüvvətə vurulub, belə yaza bilərsiniz. 12-ci dərəcədən a. Bunun üçün də bir düstur verim. M-ci dərəcədən, bir də tutaq ki, n-ci dərəcədən a, onda bunları mn vurulur bir-birinə, olur mn dərəcədən a. Yəni, bu da qaydadır. Qeyd edə bilərsiniz özünüz üçün. Bir çox misallar var. Yəni ki, o misalları işlədikcə, kökaltı ümumiyyətlə ifadələri işlədikcə tükənən deyil. Məsəl üçün, bir də belə bir misal verim və sonra mövzunu yekunlaşdıraq. Tutaq ki, yazıram, indi kökün altında 3-cü dərəcədən, məsəl üçün, olsun 343, 3-cü dərəcədən 343 vurulsun, 3-cü dərəcədən tutaq ki 8. Biz bunları, buradakı dərəcələr eynidirsə, bunları eyni kökün altında bir-birinə vura bilərik. Müxtəlif olsa, vura bilmərik. Bunda əslində ehtiyac yoxdur. Çünki indi mən elə bir ədədlər yazdım ki, yəni onlardan ədəd çıxır. 343 7-nin kubudur, ona görə 7 çıxacaq. Sonra nəyin kubu 8-dir? 2-nin. 7 vur 2, 14. Elə bunu buna vursanız 3-cü dərəcədən onsuz da 14 çıxacaq burada. Amma ki, ehtiyac yoxdur ədədi yekətməyə. Ədədi həmişə çalışın, balacalaşdırın. Bir də kökaltı ifadələrin müqayisəsində deyim. Müqayisə və dərsi yekunlaşdıraq. İndi bilmirəm, nələrsə bəlkə qaldı izah olunmamış, amma ümumi mövzunu demək olar ki, izah verdim. İndi gəldik müqayisəyə. Məsəl üçün, kökün altında 18 ilə 2 kökün altında 3-ü tutaq ki, müqayisə eləmək istəyirəm. Mən mütləq qarşıdakı vuruğu kökün altına salmalıyam.
müqayisə eləyəndə. Bunu kökün altında necə salırdıq? Qüvvətə yüksəldirdik. 2-nin kvadratı 4, 4-ü 3-ə vuranda 12. Demək, bu kökün altında 18 idi, bu da kökün altında 12. Demək, kök altında 18, kökün altında 12-dən böyük oldu. Yəni, müqayisə edəndə vuruqların hər birini, qarşıda vuruqlar varsa, kökün altına salmaq lazımdır hər ikisində, sonra müqayisə eləmək lazımdır. Məsəl üçün, yazıram ki, 3-cü dərəcədən tutaq ki, 27, qarşısında 1-2 də yazın. 2 vurulsun 3-cü dərəcədən 27. Bir də yazıram, tutaq ki, 3-cü dərəcədən 3 vurulsun 4-cü dərəcədən kökün altında 16. Məsəl üçün, indi bunları müqayisə eləmək istəyirik. Burada sadələşdirmə işi aparacağıq. 3-cü dərəcədə 27-dən çıxır 3. Demək, bunun cavabı oldu 3. Oldu 2 vur 3, 6. Burada 4-cü dərəcədən 16-dan çıxır 2. 3 vur 2, elədi. Burada da 6. Demək, 2 vurulsun 3-cü dərəcədən 27 ilə 3 vurulsun 4-cü dərəcədən 16-nın cavabları bir-birini bərabər imiş. Görürsünüz, hər biri 6 alındı. Dərsimiz bu qədər uşaqlar. Dərsi, yəni ki, yaxşı öyrənmək üçün əsas onun qaydalarını bilmək lazımdır və bir də kəsrlər üzərində əməlləri möhkəmlətmək lazımdır. Yəni, bütün mövzuların içində kəsrlər üzərində əməllər, sonra qüvvətlər, yəni bunlardan istifadə olunur. Riyaziyyat bilirsiniz ki, zəncirvari bağlıdır. Mövzuları ardıcıl tam öyrənmək lazımdır ki, qarşıda gələn mövzuları asanlıqla qavraya biləsiniz. Sağ olun uşaqlar. İnşallah ki, gələn mövzuları da, yəni qarşıda gələn mövzuları da çalışacağım ki, sizin üçün çəkim paylaşım.